Ukraynanın Odessa şəhəri son günlər ən çox Rusiya ordusu tərəfindən hava hücumuna məruz qalan şəhərlərdən biridir və təəssüf ki, bu hava hücumları zamanı ən çox ziyan görən mülki infrastruktur, yaşayış binalarıdır. Məhz mənim dayandığım məkanın arxa fonda da görürsünüz ki, hava hücumu nəticəsində həmin binanın bir hissəsi çöküb. Təəssüf ki, bu binanın sakinlərindən həlak olan və xəsarət alanlar var. Onu da qeyd edək ki, demək olar ki, Odessa şəhəri hər gün hava hücumuna məruz qalır və onlarla bu tip yaşayış binaları tamamilə dağılıb. Ukraynanın incisi sayılan Odessa, Rusiya-Ukrayna müharibəsindən ən çox zərər görən şəhərlərdəndir. Odessaya dəfələrlə ballistik və qanadlı raketlərlə, zərbə dronları ilə həyata keçirilən hava hücumları nəticəsində mülki obyektlər dağıdılıb. Şəhərdə yaşayış məntəqələri, hərbi təyinatlı olmayan obyektlər belə dron və raket hücumlarına hədəf olur. Hava zərbəsinin nəticəsində Odessada bir hissəsi tamamilə uçan yaşayış binasının sakini Olga Popeskul baş verənləri qəhər içində danışmağa çalışır. Dağılan binanın 3-cü mərtəbədə yerləşən divarın bir hissəsinin olduğu mənzildə yaşayırdıq. Hava zərbəsi zamanı uşağımla birlikdə dəhlizdə gizləndik. Həmin an dronun zərbəsi qonşunun divarını uçurub. Biz çox böyük stres yaşadıq və hər dəfə narahatlıq bizi bürüdükdə dəhşətə gəlir və sığınacaq axtarırdıq. Bu anları təsvir etmək belə mümkünsüzdür. Hər kəs bunu özü yaşamalıdır və o zaman həyatlarını itirmək təhlükəsi ilə üzləşməyin necə ağır olduğunu başa düşəcəklər. Bu uşaqlar boş yerə ölürlər. Kaş ki, bu müharibə bitərdi və problem daha tez həll edilərdi. Çünki çox şey var. İnsan qəbristanlığa gedəndə və orada uyuyan uşaqları görəndə dəhşətə gəlir. O uşaqlar torpaq altında yox, ailəsi, ata-anası, bacı-qardaşı ilə birlikdə olmalı idilər. Bu həqiqətən də ağrılıdır. Bu günlərdə endirilən hava zərbəsi nəticəsində şəhərin mərkəzi hissəsində yerləşən Çeryomişki bazarının böyük bir hissəsi tamamilə dağılıb. Hazırda bazarın dağıntıları təmizlənir. Kiçik sahibkarlar və işsiz qalan satıcılar isə hərbi və strateji obyekt hesab edilməyən bazarın bombalanmasını ədalətsiz hesab edirlər. Ruslar onlara heç bir zərər verməyən bir bazara bombaladılar. İnsanlar burada ticarət edir və işləyirdilər. Burada heç bir strateji obyekt yox idi. İnsanlar sadəcə işləyirdilər. Sonra isə sadəcə oranı bombaladılar. Müharibə zamanı energetiklərin işi olduqca çətindir. Hər hava hücumunda enerji infrastrukturları hədəf alınır. Onların bərpası isə böyük əmək tələb edir. Odessaya hava hücumu zamanı ən çox ziyan görən obyektlərdən biri həm də enerji infrastrukturlarıdır. Çünki soyuq qış aylarında əhalinin işıqsız qalması üçün enerji infrastrukturları vurulur. Mən dayandığım məkanda şəhərin mərkəzində yerləşən böyük enerji infrastrukturlarından biridir. Hansı ki, 2-3 gün öncə bura hava zərbəsi endirilib və demək olar ki, enerji infrastrukturu gördüyünüz kimi yararsız hala düşüb və nəticədə demək olar ki, şəhərin bir hissəsi işıqsız qalıb. Hazırda da gördüyünüz kimi enerji infrastrukturunun bərpası üçün işlər görülür. Lakin bunun bərpası üçün belə deyək, günlər, bəlkə də aylar lazım olacaq. Bütün çətinliklərə baxmayaraq Odessa sakinləri ayaqda qalmaq üçün mübarizə aparır və gələcəyə inamla baxırlar.